Gəlin bugün birlikdə zamanın qumları altında itib batmış şəhərlərə, riyaziyyatı yenidən yaradan rəqəmlərə və milyonlarla insanın həyatını formalaşdıran inancların vətəni olan qədim Hindistana səyahət edək. Bu sivilizasiyanın sirlərini açmağa hazırsınız? Baxın, hər şey bir tapmaca ilə başlayır. Söhbət Hind vadisi sivilizasiyasından gedir. Möhtəşəm şəhərləri, inkişaf etmiş ticarət şəbəkələri olub, amma onlardan bizə qalan ən böyük yadigarlardan biri hələ də oxuya bilmədiyimiz bu sirri yazıdır. Düşünün, millərlə il əvvəl yaşamış bu insanlar bizə nə demək istəyirdilər? Bu sual hələ də cavabsızdır və bu tarixin ən böyük sirlərindən biri olaraq qalır. Yazıları bizim üçün sirr olsa da, onların daşdan tikdiyi şəhərlər öz hekayələrini pıçıldayır sanki. Təsəvvür edin, biz eramızdan əvvəl 3-cü minillikdən danışırıq. Mohenjo-daro və Harappa kimi nəhəng şəhərlər. Bunlar sadəcə yaşayış yerləri deyildi, yox. Bunlar əsl mühəndislik möcüzələri idi. Hər evdə su təchizatı, küçələrin altında mürəkkəb kanalizasiya şəbəkəsi. Bu şəhərlər öz zamanından həqiqətən də minillərlə irəli getmişdi. Amma məntiqi bir sual yaranır, elə deyilmi? Belə inkişaf etmiş, belə qabaqcıl bir sivilizasiya necə oldu ki, yoxa çıxdı? Eramızdan əvvəl 2-ci minillikdə bu canlı, səsküylü şəhərlərin küçələri birdən-birə boşaldı. Bəs niyə? Səbəb nə idi? Qəfil bir iqlim dəyişikliyi, bəlkə amansız bir istila, yoxsa bizim heç vaxt bilməyəcəyimiz başqa bir fəlakət? Onların süqutuyla Hindistan tarixində tamamilə yeni bir səhifə açıldı. Və təbiət boşluğu sevmir. Boşalmış şəhərlərin və torpaqların yerinə yeni bir qüvvə gəlirdi. Şimal-qərbdən axın edən Ari tayfaları Hindistanın taleyini bir daha geri dönməmək üzrə dəyişəcəkdi. Deməli, bu at belində gələn köçəri tayfalar Hindistanın bərəkətli torpaqlarında özlərinə yeni bir yuva qurdular. Onlar təkcə torpağı deyil, həm də yerli mədəniyyəti, insanları mənimsədilər. Və bax, bu böyük qarşılaşma, bu mədəni sintez bugün bizim tanıdığımız Hindistan sivilizasiyasının əsl təməlini qoydu. Və hər şeyi dəyişdirən dəmirin kəşfi oldu. Düşünün, bu yeni texnologiya ilə cəngəllikləri təmizləyib geniş əkin sahələri yaratdılar. Kiçik tayfalar yavaş-yavaş güclənib qüdrətli krallıqlara çevrildi. Amma əlbəttə, zənginlik həmişə diqqət çəkir. Əvvəlcə qüdrətli Fars əhəmənilər, sonra isə, bəli, bütün dünyanı fəth etmək istəyən Makedoniyalı İskəndərin özü bu bərəkətli torpaqlara göz dikdi. Amma bəzən kənardan gələn təhdidlər içəridə birliyə səbəb olur. Məhz bu təhdidlər fonunda Hindistan tarixinin ilk böyük, ilk vahid dövləti Maurya imperiyası yarandı. Deyirlər ki, xarici təhlükə daxili birliyin ən böyük memarıdır. Bu, tam da o hekayədir. Məhz Makedoniyalı İskəndərin yürüşü o dağınıq, bir-biri ilə çəkişən Hind krallıqlarına bir şeyi göstərdi. Siz ancaq birlikdə güclü ola bilərsiniz. Və bu, Hindistanın vahid bir imperiya olmaq hekayəsinin ilk səhifəsi idi. Və bu nəhəng imperiyanın zirvəsində elə bir adam dayanırdı ki, o adını tarixə həm qanla, həm də sülhlə yazdırdı. Bəli, söhbət imperator Ashokadan gedir. O, ölkəni qılınc gücü ilə birləşdirdi, amma bir döyüşdə gördüyü o dəhşət onu tamamilə dəyişdirdi. O, qılıncını yerə attı və buddizmin sülh fəlsəfəsini mənimsədi. Və təkcə özü yox, bu ideyanı bütün dünyaya yaymağa çalışdı. Onun daşlara həqq etdirdiyi o sülh fərmanları bugün də bizə çox şey öyrədir. Lakin tarix bizə bir şeyi dəfələrlə göstərib. Böyük imperiyalar çox vaxt onları quran böyük liderlərlə birlikdə süqut edir. Ashokanın ölümündən sonra da məhz belə oldu. O güclü mərkəzi hakimiyyət zəifləyən kimi nəhəng imperiyada parçalandı və Hindistan yenidən kiçik krallıqların mübarizə meydanına çevrildi. Amma qədim Hindistanın mirası təkcə qurulan və dağılan imperiyalardan ibarət deyil. Əsla. Onların ideyaları, onların cəmiyyət və din haqqında düşüncələri, bax bunlar daşdan tikilmiş imperiyalardan qat-qat daha dözümlü çıxdı. Bu ideyaların bəlkə də ən təsirlisi, eyni zamanda ən mübahisəlisi kasta sistemidir. Bir anlıq təsəvvür edin, elə bir cəmiyyət ki, dəyişməz, irsi təbəqələrə bölünüb. Yəni, sən hansı kasta doğulmusansa, taleyin də artıq yazılıb. Nə iş görəcəyindən tutmuş, kiminlə ailə quracağına qədər hər şey demək olar ki, əvvəlcədən bəllidir. Və bu sistemdən kənara çıxmaq demək olar ki, mümkün deyildi. Və bu sistemin təməlində də güya ilahi bir nizam dayanırdı. Piramidanı gözünüzün önünə gətirin. Ən yuxarıda, zirvədə tanrıların dili sayılan kahinlər, yəni brahmanlar. Onlardan bir pillə aşağıda cəmiyyəti qoruyan döyüşçülər, kşatriyələr. Sonra ölkəni doyuran fermer və tacirlər, yəni vayşılar. Və ən altda onlara xidmət edən şudralar. Çox sərt, çox dəyişməz bir iyerarxiya.
Bəs bu sosial quruluşa haqq qazandıran nə idi? Əsasən Hinduizm dini. Onların müqəddəs kitabı olan Vedalara görə dünyanı yaradan Tanrı Brahma insanları da elə bu fərqli kastalarda yaradıb. Yəni sosial bərabərsizlik bir növ ilahi bir qanun kimi təqdim olunurdu. Amma hər sərt sistem öz alternativini də yaradır. Və eramızdan əvvəl 6-cı əsrdə ortaya çıxan Buddizm, bax bu quruluşa tam bir meydan oxuma idi. Buddizmin mesajı həm sadə, həm də o dövr üçün inanılmaz dərəcədə güclü idi. Sənin kim olduğunu, harda doğulmağın yox, sənin əməllərin müəyyən edir. Yəni hər kəs mənşəyindən asılı olmadan ali məqsədə çata bilər. Bu, öz dövr üçün əsr inqilabı idi. Amma qədim Hindistanın dünyaya təsiri təkcə din və fəlsəfə ilə də bitmir. Gəlin indi də onların riyaziyyat və elmdə etdiyi o böyük inqilaba baxaq. Bəlkə də qədim Hindistanın dünyaya verdiyi ən böyük, ən fundamental hədiyyə budur. 0. Adi bir rəqəm kimi görünə bilər, elə deyilmi? Amma düşünün, heçliyi bir rəqəmlə ifadə etmək, bu dahi, bu sadə görünən ixtira əslində bütün müasir riyaziyyatın, kompüterlərin, bir sözlə içində yaşadığımız bütün texnoloji dünyanın təməlini qoydu. 0 olmasaydı, bugünkü dünyamız sadəcə mümkün olmazdı. Strateji oyunları xoşlayırsınız? Məsələn, şahmatı, onda Hindistana bir təşəkkür borcumuz var. Bəli, şahmat məhz Hindistanda yaranıb, özü də 4 növ qoşun adıyla. Və bu qoşunlar nə idi? Qədim Hind ordusunun hissələri, piyadalar, süvarilər, fillər və döyüş arabaları. Və bu hələ harasıdır? Onlar riyaziyyatda kvadrat kökü hesablamağı bacarırdılar. Avropadan 100 illərlə, bəlkə 1000 illərlə əvvəl yerin kürə formasında olduğunu iddia edirdilər və bütün bu bilikləri qurudulmuş palma yarpaqlarına yazıb gələcək nəsillərə ötürürdülər. Yəni, qədim Hindistanın intellektual mirası həqiqətən də bitib tükənməyən bir xəzinə kimidir. Beləliklə, 0 rəqəmindən kasta sisteminə, Buddizmdən şahmat oyununa qədər qədim Hindistanın mirası hələ də bizim həyatımızın bir parçasıdır. Bəs sizcə, onların bütün bu zəngin irsindən hansı biri bugün bizim dünyamızı ən çox, ən dərindən formalaşdırıb? Bu, həqiqətən də üzərində düşünməyə dəyən bir sualdır.